Bismillahirrahmanirrahim. Əli əleyhissalamı tanımaq üçün universal biliyə malik olmaq lazımdır. Bu söz olaraq sadə sözdür, amma içində, daxilində çox mənalar yatır. Baxın, ümumiyyətlə dünyadakı olaylar fəlsəfi baxımdan belə xarakterize olunur ki, bir hadisə, bir reallıq, bir olay, bir nəsnə, bir varlıq zahirən eyni görünə bilər. Amma aspektlər dəyişəndə mahiyyət dəyişir. Məsələn, bir nəfərin əli istidir, ovucunun içi istidir. Bu istilik bir mənalıdır, amma müxtəlif nöqteyi nəzərdən xarakterize oluna bilər. Məsələn, bu kişinin əli niyə istidir? Bəlkə qızdırması var istidir. Bəlkə alova yaxınlaşdırıb istidir. Bəlkə qəzəbindən istilənib. Bəlkə həyəcandan istilənib. Bəlkə qorxudan istilənib. Bəlkə əlini nəyəsə sürətlə sürtüb, onun nəticəsində, sürtünmə nəticəsində istilənib. Müxtəlif səbəblər ola bilər. Amma avam, dayaz adam baxanda deyir ki, əl istidir də, fərqi nədir ki, nədən istilənsin? Çox fərqi var. Bıçaq caninin də əlində bıçaqdır, cərrahın da əlində bıçaqdır. Amma cərrah nə üçün istifadə edir? Cinayətkar nə üçün istifadə edir? Bəlkə də cərrahın əlindəki bıçaq cinayətkarın, qatilin əlindəki bıçaqdan daha itidir, daha kəskindir. Amma o niyə istifadə edir, bu niyə istifadə edir? Bir əli təsəvvür edin, əlində zülfüqar döyüş meydanında. Bu elə başqa döyüşçülər kimi də ola bilər. Zahirən Əmr ibn Əbdüvud da əlində qılınc döyüş meydanındaydı. Mərhəb də əlində qılınc döyüş meydanındaydı. Şimr də əlində qılınc döyüş meydanındaydı. Əli əleyhissalamı vuran İbn Mülcəm də əlində qılınc hazır idi döyüşə. Zahiri görkəmə eynidir. Tarixə baxan avamlar, cahillər ancaq əldə qılınc görürlər. Amma aqillər, müdriklər bilirlər ki, Əlinin əlindəki qılınc cərrah bıçağı kimidir. Əlini əlində qılınc təsəvvür etdinsə, mahiyyətinə baxacaqsan. Niyə əlində qılınc tutub? Niyə bir dəfədə xaricə yürüş etmədi? Çünki İslamın bədəni, İslamın vücudu, gövdəsi problemlidir. Viruslar var, yaralar var, onlar kəsilməlidir. Sonra İslam xalis, şəffaf, zülal şəklində dünyaya təqdim olunmalıdır ki, bugün xilafət haqqında başqa sözlər işlədilməsin. Abbas xilafəti belə işğal elədi, Əməvi xilafəti belə işğal elədi və s. deyilməsin. Əli əleyhissalam bunu istəmirdi olsun. Həmin əlini ibadət mehrabında gör. Həmin əlini mədəniyyət yaymaqda gör. Həmin əlini elm yaymaqda gör. Həmin əlini xilafətdə gör. Həmin əlini qəzavətdə gör. Amma tək görə bilməzsə, gərək bu sahələrin hər birində heç olmasa müəyyən qədər mütəxəssis olasan ki, Əli şəxsiyyətini tanıyasan. Gərək mədəniyyət sahəsində, mədəniyyət fəlsəfəsi ilə məşğul olasan ki, biləsən Əli nə edirdi. O Əli ki, deyir, yoxsulluq bir şəxs olsaydı, mən onun boynunu vurardım, nə demək istəyirdi? Yəni, mən yoxsulluğu aradan aparmaq istəyirəm, bəşəriyyətin həyatından çıxartmaq istəyirəm. O Əlini elm meydanında görmək üçün alim olmaq lazımdır. Cihad meydanında görmək üçün mücahid olmaq lazımdır. İbadətdə görmək üçün abid olmaq lazımdır. Təfsirdə görmək üçün müfəssir olmaq lazımdır. Yoxsa heç bir sahədə mütəxəssis olmayanın və ya bəzi sahələrdə mütəxəssis olanın Əli əleyhissalam haqqında mənfi sözü onun öz cahilliyinə sübut və dəlildir. Allah bizi Həzrət Əlinin şəfaətindən bəhrəmənd eləsin.